Aleykümselam və rəhmətullah və bərəkatuh. Atalıq məhrəmdir yoxsa yox? Əgər bir kişi bir qadınla evlənirsə və həmin qadın yanında qızı varsa, ona məhrəm sayılır yoxsa yox? Əgər kişi həmin qadınla, evləndiyi qadınla yaxınlıq eləyirsə, evlənir və yaxınlıq edirsə, artıq ona məhrəm sayılır. Amma yox, yaxınlıq eləmirsə, ona, yəni yaxınlıq eləmir və boşanırlarsa, ona məhrəm sayılmır. Amma yaxınlıq eləyirlərsə, ona məhrəm sayılır. Necə ki, Allah Subhanahu taala bu ayəsini keçirir ki, وَرَبَائِبُكُمُ اللَّاتِي فِي حُجُورِكُم مِّن نِّسَائِكُمُ اللَّاتِي دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُوا دَخَلْتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُم. Ayənin tərcüməsində deyilir ki, orada Allah Subhanahu taala Nisa surəsi 23-cü ayədə Allah Subhanahu taala məhrəm olanlar orada sadalayır və onlardan da biri bunu gətirir ki, həm dediyimiz ayə, həm ayədən bir hissə yaxınlıq etdiyiniz qadınlarınızdan olan himayənizdəki ögey qızlarınız. Yox, əgər o qadınlarla yaxınlıq etməmisinizsə, o halda onların qızları ilə evlənməyiniz sizə günah deyildir. Yəni əgər bir qadınla kişi bir qadınla evlənir, həmin qadının da ögey qızı varsa, həmin qadınla yaxınlıq eləyirsə, o zaman məhrəm sayılır. Artıq onunla evlənə bilməz, eləyə bilməz. Yox, amma o həmin qadınla yaxınlıq etməyibsə, o məhrəm sayılmır. Allah daha doğrusunu bilir. Barakallahu fikum.